Herkese salamlayırıq. Deməli, bugünkü dərsimizin izahı funksiyalar və qrafiklərdir. Uşaqlar. Deməli, funksiyalar və qrafiklər dərsini 9-cu sinif səviyyəsində izah edəcəm. Yəni, sizə sırf nə lazımdırsa, onları deyəcəm. Diqqətlə qulaq asın. Xətti funksiya və nöqtədə qiymət nədir? O x oxunu kəsir, o y oxunu kəsir. Hansı qiymətlərdə kəsir, necə olur? Hər bir haqqında məlumat verirəm. Diqqətlə qulaq asın uşaqlar. Deməli, əvvəlcə funksiyalar və qrafiklər qeyd eləmişik. Gəlin, baxaq, funksiya nədir? İlk öncə funksiyanın nə olduğuna baxaq. Tutaq ki, bir dənə x çoxluğu verilirdir. X çoxluğu. Uşaqlar, bir də y çoxluğu verilirdir. İndi tərif verirəm. X çoxluğundan götürülmüş bir və bir neçə elementi Y çoxluğundan götürülmüş yalnız bir elementə qarşı qoyan qaydaya funksiya deyilir. Bir də təkrar edirəm. X çoxluğundan götürülmüş bir və bir neçə. Hər hansı, yəni bir dənə də olar, bir neçə dənə də olar. Elementi Y çoxluğundan götürülmüş yalnız bir qiymətə, yalnız bir dənəyə qarşı qoyan qaydaya funksiya deyilir. Yəni necə? Bax, tutaq ki, mən yazıram ki, y bərabərdir x kvadratı plus 3. İndi diqqətlə baxın. X-in yerinə 1 yazıram. Nə olur cavabımız? Apar yerinə 1 qoyacağım. Y bərabərdir oldu 4. İndi bax, X-in yerinə mənfi 1 yazıram. Nə olur yenə? Yenə də gördünüz. Baxın, dedik ki, x çoxluğundan götürülmüş. X çoxluğunda deməli 1 var, mənfi 1 var, 2 var, a var, b var və s. X çoxluğundan götürülmüş bir və bir neçə elementi Y çoxluğundan götürülən yalnız bir elementi qarşı qoyan qaydaya nə deyilir? Funksiya deyilir. Gördünüz mü? 2 qiymət yazdıq, amma bir dənə 4 cavabı alındı. Bax, buna funksiya deyilir. Funksiyanın nə olduğunu dərk edir, buna aid suallar gələcək. İndi bir dənə fikir verək, nöqtədə qiymət yazmışam. Nöqtədə qiymət nədir? Tutaq ki, siz görəcəksiniz ki, fx və yaxud y fərq eləməz. Fx funksiyası və yaxud y funksiyası. Bir-birinə bərabər hansını görsəz, çaşmayın. Məsələn, verildi fx bərabərdir. Tutaq ki, 4x üstəgəl 8. Bu xətti funksiyadır, birazdan deyəcəksiniz. Və yaxud belə gördük. Y bərabərdir 4x üstəgəl 8. Fərqi yoxdur. Yəni fx və y. Nöqtədə qiymət odur ki, x-in verilmiş qiymətində y-ın axtarırıq. Hansı qiymətini? Yalnız bir qiymətini axı dedik. X-dan müxtəlif qiymətlər götürə bilərik. Y-ın yalnız bir elementini qarşıya qoyuruq. Deməli, mən yazıram, tutaq ki, x-in 1, 2 və 4 qiymətlərində y tapılmalıdır. Belə yazacağıq bunu biz. F1 bərabərdir. Yerinə yazdım. Biz bilirik ki, burada nə işarəsi var? Vurma, hasil var. 4 vur 1. 4 plus 8, 12. Deməli, x-in bir nöqtəsindəki funksiyanın qiyməti neçəymiş? 12'ymiş. İndi 2 yazıram. F2 bərabərdir. 2 və 4. 8, 8, 16. X-in qiymətini qarşı qoyan y qansıdır? 16'dır. Bir dənə də 4 qoyaq, F4 bərabərdir. Şu an mən bu F4'ü pozuram, Y4 yazıram. Fərq eləməz. Çünki dedik bir-birinə bərabər. 4 və 4, 16, bir də 8, 24. X-in 4 qiymətini, X çoxluğundan götürülmüş 4 qiymətini qarşı qoyan Y-daki element neçədir? 24. Uşaqlar, bax, bu yazılışlara nə deyilir? Funksiya. Oldu mu? Bunlar funksiyadır və funksiyanın nöqtədə qiymətləridir. Məncə çətin bir şey yoxdur, qaranlıq bir şey yoxdur, hesablamaq lazımdır. Və gələk qrafiklər. Qrafiklər biraz genişdir, təbii ki, biraz geniş anlayışdır. Biz lazım olduqca qrafiklərə baxasıyıq. Məsələn, necə? Məsələn, yazmışım, xətti funksiya. Deməli, bu bir funksiyadırsa, nəyi var bunun? Bir qrafiki var. Sonra biz bu videonun ikinci hissəsində keçəcəyik. 2 hissədən ibarət edəcəm bu videonu. Bugün yalnız xətti funksiyadan danışacağım. Xətti funksiya kifayət edir.
Növbəti isə kvadrat funksiya, kökaltı funksiya, modul funksiya. Təbii ki, bu funksiya varsa, x-ları qarşı qoyan nələr var? Y-lar var. Bunlar da düzbucaqlı koordinat sistemində müəyyən bir nə cızırlar? Vahid əyri cızırlar. Hər hansı bir qrafik cızırlar. Bunu bilmək lazımdır. İndi baxırıq funksiyaya. Dedik ki, bu hissə aydındır. Bu hissədə qaranlıq qalan bir şey var mı? Yoxdur. Əvvəlcə xəttli funksiyanın nə olduğunu yazıram. Y bərabərdir kx plus b. İnşallah. Y burada. Bilməliyik biz artıq. Ordinatdır. Ordinat. X nədir? Absisdir. K. Bucaq əmsalıdır uşaqlar. Hərəkət oxşarlıqda K nə idi? Oxşarlıq əmsalı. Burada bucaq əmsalıdır. Bucaq əmsalıdır. B nədir? Sərbəst həddir. Sərbəst həddir. Deməli, bunların hamısının hərfi anlayışlarını bildik nə olduğunu. Bilməliyik qrafikini. Düzbucaqlı koordinat sistemidir. O x oxudu, o y oxudu. Bir də qeyd edirəm, bura o yazıram və silirəm. Bu o x oxudu, bu isə o y oxudu. Uşaqlar, yadımızda saxlayırıq ki, dəfələrlə qəbul imtahanlarına düşən sualdır ki, o x oxu üzərində olan nöqtənin hər zaman ordinatı 0 olur. Ordinat oxu üzərində olan nöqtənin hər zaman absisi 0 olur. Bu faktdır da artıq. Niyə faktdır? Çünki o x oxu üzərində 0 hesablama başlanğıcından sağda müsbət ədədlər 1, 2, necə? 3, solda mənfi ədədlər, mənfi 1, mənfi 2 və s. Deməli, biz bunun dedik ki, o x oxu üzərində tutaq ki, 3 nöqtəsini qaralayıram. Tutaq ki, bu 3 nöqtəsinin koordinatı A ilə yazıram. Necə yazacağım? 3 və 0. Bunun koordinatı oldu 3 və 0. Rəşid, özün də baxa bilsən. 3 və 0. Ordinat oxu üzərində bir nöqtə götürürəm. 1, bura olsun 2, bu da B nöqtəsi olsun. Artıq bunun absisi 0'dır. 0, 2. Nöqtəsinin koordinatı B olsa necə olmalıdır? 0, 2. Yəni, ordinat oxu üzərində olan nöqtənin hər zaman absisi 0'dır. Absis oxu üzərində olan nöqtənin ordinatı 0'dır. Bir mənalı yadımızda saxlayırıq. Tutaq ki, bizə belə bir funksiya veriblər. 4x minus 12. Deyir ki, koordinat belə deyək, y bərabərdir 4x minus 12-nin o x oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapalım. O x oxu ilə. Bizə deyir, o x oxu ilə. Deməli, o x oxu ilə kəsişirsə, bunun nəyə yoxdur? Ordinatı 0'a bərabər. Deməli, 0'a bərabər edirəm. 4x çıx 12 bərabər 0. X ilə bərabər buradan 3. Deməli, biz yazmalıyıq bunu necə? 3, 0 şəklində bitdi. İndi sual verəydi ki, bir fx funksiyasıdır. 4x plus 16 deyir ki, o y oxu ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın. X-a bəli absisə 0 verirəm. Onda fx-in buradan 4 vur 0, 0 üstəgəl 6, 16 alındı. Mənim cavabım olmalı neçə? 0, 16 koordinatlar şəklində. Vəssalam. X-lər doludur bundan. Buna aid hissəndən sualı yazmaq lazımdır. Uşaqlar, bəs xəttli funksiya nədir? Xəttli funksiya y bərabərdir kx plus 5 şəklində olan funksiyadır. Mən bayaqdan 2 funksiya yazmışam. 4x minus 12 ilə 4x plus 16. Konkret bir nümunə əsasında izah edək bunu. Şərtdə qalsın. Biraz xırdalıqları var. O hissələrə baxmaq lazımdır. Məsələn, belə. Uşaqlar. Tutaq ki, deyirəm 6y plus minus 18x minus 0. Uşaqlar, bu xəttli funksiyadır. Hardan bilirik? Mən bunu yığıram 6y, sağa keçirdim 18x, sağa keçirdim 24. Hər tərəfini 6-ya bölürəm, 3x plus neçə? 4. Görürük ki, bu funksiyanın bucaq əmsalı neçədir? 3. Sərbəst həddi neçədir? 4. Vəssalam, bunları tapdıq. Yaxşı, bəs y bərabərdir 3x plus 4-ün qrafiki necədir? Bilməliyik ki, y bərabərdir kx plus b-nin qrafiki. Əgər k 0-dan böyükdürsə,
her zaman funksiya artandır, k sıfırdan böyükdürsə. K sıfırdan kiçikdirsə, hər zaman funksiya azalanır. Diqqətli oluruq. K sıfırdan böyükdürsə, əvvəlcə baxaq bunun qrafiki necədir? Belə bir əyridirmi, düz xətdirmi, paraboladırmı, hiperboladırmı, nədir bunu bilmək lazımdır. O bilmək üçün bu nümunə əsasında gedək istəsəz. Diqqətlə baxın, bu funksiyaya baxırıq. Mən bir dənə x-in yerinə 1 yazıram. Baxaq, y neçə alır? Nöqtədə qiyməti. X-in bir qiymətini qarşı qoyan y neçədir? 7. Funksiya dərsi izahı. X 1 olanda 7 olur. 1 olanda 7 olur. Təqribən bura olsun. Bunu pozduram daha. Sonra x-a bir dənə 2 ilə görə y neçə olur? 10 olur. O da olsun bura. Biraz böyüdək buranı. 2 verəndə 10 bura olur. Mənfi 1 verirəm. Mənfi 1 verirsən. 1. Y belədir 1. Aradı baxaq. Buradır. Bir dəfə də mənfi 2 verək istəsəz. Y görə neçə alır? Mənfi 2. Düzdür. Mənfi 2 versəm, mənfi 2. Təqribən də bura olur. Valla bunları birləşdirəsinik. Şimdi biz başqa rənglə çəkək. Bu hissəni. Valla gördüyünüz kimi bu y bərabərdir. Kx plus b-nin qrafiki nə oldu? Düz xətt. Hər zaman xəttli funksiyanın qrafiki düz xəttdir. Yadda saxlayırıq ki, burada baxan kimi bilirik ki, k sıfırdan böyükdür. Niyə? K sıfırdan böyükdür, qrafik nə edir? Artır. Uşaqlar, bəs bu k nə oldu? Bucaq əmsalı. Yadda saxlayırıq ki, bucaq əmsalı OX oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucaqdır. OX oxunun müsbət istiqaməti, yəni sağı ilə. Baxın, o k var ha. Baxın, budur. Bu bucaqdır. Bucaq əmsalı bu bucaqdır. Biz öyrənəcəyik ki, k bərabərdir. Hər zaman nəyə? Tangens alfaya bərabərdir. K tangens alfaya bərabərdir. Həmin bucağın nəyi uşaqlar bu? Tangens alfasıdır. Tangens alfada nə idi? Qarşıdakı katetin bitişik katetin nisbəti idi. Biz düzbucaqlı üçbucaqdan xatırlayırıq ki, bu alfa bucağının tangensi və yaxud bu şəkildəki kimi göstərək istəsəz. Baxın, həmin k budur da, bura 90'dır, bura b-li katet, bura a-dır. Dedik ki bu alfa, yəni tangens alfa, bəli, qarşı katetin bitişik katete nisbəti idi. K-nı tapmaq üçün də, yəni bu düsturun ardıca bərabərdir. Yadda saxlayaq, y2 minus y1 bölünsün x2 minus x1 adlı düstur da var. İstifadə edib k-nı tapa bilərsiniz. Nümunə. Rəşid, bu hissəni çək. Tutaq ki, bizə düzbucaqlı koordinat sistemi verilir. Belə bir şəkildir. Buranı veribdir. Mənfi 4 olsun təqribən. Burada neçə olsun? 6 olsun təqribən. Sual olur ki bizə, ilk uşaqlar, k üstəgəl b-ni tapın. Başqa desinə verilməyim. Deməli, mən k üstəgəl b-ni tapmaq üçün əvvəlcə baxan kimi b-nin neçə olduğunu görürəm. 6-da. Yadda saxlayırıq ki, sərbəst hədd, yəni xəttli funksiyadakı sərbəst hədd olan b, o y oxunu kəsən hissədir. Nə oldu? O y oxunu kəsən hissədir. Niyə? Ona görə ki, bu düsturda bir dənə absisin yerinə 0 yazın. Nə baş verir? Y bərabərdir, nə olur? B. Y nə idi? Ordinat idi. Ordinat hansı oxdur? Bu ox. Deməli, bu oxun üzərində olan istənilən sərbəst hədd nəyə bərabərdir? B-yə bərabərdir. Yadımızda qalsın. B-yə bərabər. Niyə B olduğunu bildik. Bəs k-nı necə tapasıyıq? Bundan tapasıyıq. Bəs x2, x1'lər yoxdur. Necə tapasıyıq? X2, x1'lər var əslində. Biz axı burada nə demişdik bayaq? O y oxu üzərində olan nöqtənin pozluq oraları, yəni bu nöqtənin absisi mənfi 4-dürsə, ordinatı nədir? 0'dır. Bu nöqtənin absisi 0'dır ki,
Ordinat nədir? Altıdır. 6'dır. Artıq x1, x2, x1'lər də, y1'lər də hamısı var. K. Düsturumuz nə idi? y2 çıxır y1. y2. Sıfır. Deyərsin ki, müəllim, bu olmasın, bu olsun da. Olsun, bu olsun, fərqi yoxdur. Buradan başladınsa, axıra kimi eyni yerdən istifadə edəsin. Məsələn, necə belə? y2. 6 çıx nə? Sıfır. 0. Cavab verəli 6. Daha bundan çıxma. Bundan çıx. 0 çıx mənfi 4. İlədi 4. Cavabım 1 tamam verir. İndi o birisi cür tapaq. 0 çıx 6. Aha. Mənfi 4 çıx 0. Yenə. Uşaqlar, mən zaten mənfi K ala bilərəmmi? Bilmərəm. Niyə? Çünki K hardan bilirəm? Qrafik neyniyəmdir? Baxın. Artandır. Hardan bilirəm qrafikin artdığını? Bucağın iti olmağından bilirəm. Çünki bu bucaq nəyə bərabər idi? Tangens alfaya. Tangens iti bucaq 0-90 aralığındakı birinci rübdə tangens hər zaman müsbətdir. Birinci rübdə tangens hər zaman müsbətdir. Başa düşürəm, bəzi o hissələri bilmirsiniz. Çünki trigonometrik nisbətlər bəzi qabaqdadır. O hissələrdə dərin biləsiniz. Amma yadda saxlayırıq ki, birinci rübdə müəllim deyərsiz, birinci rübdə, nə bilir birinci rübdə? Birinci rübdə oxşamır axı, bu ikinci rübdə. Biz öyrənmişik ki, bura birinci rübdə, bura ikinci rübdə. Elə deyilmi? Bunu demək istəyirsiniz bilirəm. Amma biz bu 1-2 rüblərə baxmırıq. Bu bucağa baxırıq. Sizcə bu bucaq iti bir kör? İti bucaq hansı rübdə yerləşə bilər? Birinci. Necə? Çünki 0-dan 90 aralığında. Bu alfa bucağıdır, bu da beta bucağıdır. Beta bucağı. Bu iki bucağın cəmi 90'a bərabərdirsə, deməli alfa iti bucağıdır. Alfa burada necə bucağıdır? İti bucağıdır. İti bucağın da tangensi, tangens alfası həmişə 0-dan böyükdür. Yəni müsbətdir də deyə bilərik. Yaxşı, yadınızda qalsın. Belə. Qaranlıq qalan hissə. Qaranlıq qalan hissə varmı? Xətti funksiyanı demək olar ki, əritmişik. Qalıbdır nə? Azalan olması və B-nin 0-a bərabər olması. Artan hissəni başa düşdüksə silirəm. İndi azalan hissəyə baxaq. Buranı silirəm. Qrafiki pozmayacağım. Qrafik qalardı əslində. Qrafik qalsın, o hissəni yazmaq olar. Buranı pozaq. Bunu qalsın, niyə qalsın deyəcəm. Belə idi. Bir dənə də belə bir qrafik çəkirəm. Nümunə yazıb elə çəkirəm. Y bərabərdir. Mənfi 2 qız, çıx 2. Biraz rahat olsun. Gəlin, buraq koordinat sistemində. X-ə bir dənə 1 verək. Y-nə alar? Mənfi 4 alar. X-ə bir dənə 2 verək, görə Y neçə alar? 6. X-ə bir dənə mənfi 1 verək. Y 0. X-ə bir dənə mənfi 2 verək. Müsbət 2, düzdür. Quraq indi. X-ə 1 verəndə Y qalmalıdır. Mənfi 4. Haradır? 1 verəndə, mənfi 4. Burada təqribən bu hissə. X-ə 2 verəndə Y qalmalıdır mənfi 6. Təqribən buradır. X-ə mənfi 1 verəndə, X-ə mənfi 1 verəndə Y 0 burada düzdür. O X ox üzərində olan nöqtənin ordinatı hər zaman 0 idi, özləri qaralayırlar. Sonra X-ə mənfi 2 verəndə Y 2. X-ə mənfi 2 verəndə Y 2. Bu da təqribən burada deyil. İndi bir dənə baxım onları birləşdirəndə yenə də nə alındı? Düz xətt. Düz xətt alındı. Biraz mən əyri çəkmək istəmirəm. X-ə mənfi 0. X-ə mənfi 1 onda Y 0. X oxu üzərində olan nöqtənin Y-dir. Həmişə 0. Nəysə, bunları götürdüm. Nə oldu? Düz xətt. Arasını başa düşmədim. X-ə mənfi 1 verəndə 0 haradadır? Burada. X-ə mənfi 2 verəndə Y haradadır? Birincisində mi? Yox. Məsələn, bax, X-ə 1 vermişəm, Y neçə alıb? Bax, harada ora? X-ə 1 vermişəm, Y-də mənfi 4. Həmin nöqtənin koordinatı, indi qrafikə əyri çəkdim. Yaşıl xətti belə çəkməliyim də əslində.
Başa düşdün? Biri biraz sağa gətirsən, vəbşə düz alınmazdır. Bax, sistem, göstərim bu sistemi. 1 olsun, bura mənfi 4 olsun, bura mənfi 4. Təqribən, tutaq ki, burada 1 olsun, məsələn. Fikir ver, burada. İndi mən x-a mənfi 1 versəm, bax, x-a mənfi 1 verirəm. Y-im 0, 0 ara. Koordinat başlanacaq. Deməli, bura, həmin nöqtə bura. Anladın mı? Və salam. Yəni, uzun sözün qısası nəyə bərabərdir? Düz xəttə bərabərdir. Yəni, bunun da qrafiki, ümumiyyətlə, kx plus b-nin qrafiki deməli, həmişə nəymiş? Düz xətt deyilmiş. Bura yazaq, iləriyə artıq. Düz xətt. İndi görürük ki, qrafik bu dəfə nə edir? Azalır. Azalır. Nə vaxt azalırdı demişdik? K sıfırdan. Həqiqətən də K sıfırdan necədir? Çünki nədir? Bucaq əmsalı. İndi bunun bir dənə bucağına baxaq. Gördünüz mü? Kör bucağı. Şuralar, bu K, budur. Bu alfa bucağı tangens alfa idi. Bərabər idi nəyə? K-ya. Yəni bu OX oxunun müsbət istiqamətlə əmələ gətirdiyi bucaqdır, kör bucaqdır. İkinci rübdə də tangens, yəni kör bucaq olmaq üçün 90 və 180 arasında yerləşir. Tangens ikinci rübdə nədir? Mənfidir. Ona görə ki, tangens alfa, sinus alfa bölü kosinus alfa idi uşaqlar. K-ya bərabərdir. Uşaqlar, bu rüblərdir. Bu birinci rübdə 0-dan 90 aralığıdır. Görürsünüz özünüz 0-90. Bura 90-180 aralığıdır. İkinci rübdür. Bura 180-273-cü rübdür. Bura da dördüncü rübdür. Birinci rübdə sinus da müsbətdir. Kosinus da müsbətdir. Tangens də müsbətdir. Niyə? Müsbət bölü müsbət nəyə bərabərdir? Müsbətə. İkinci rübdə kosinus mənfidir, sinus müsbət. Mənfini müsbətə böləndə mənfi. Tangens belə çıxır, ikinci rübdə nədir? Mənfi. Yadda qalar. Sizə lazım olan hal-hazırda 1 və 2-ci rüblərdir. Çünki ya iti bucaq alınasıdır, ya kör bucaq alınasıdır. Bundan istifadə edilərsiniz. Valla bu belə. İndi bu hissəyə baxaq. B bərabərdir 0 olanda nə baş verir? Y bərabərdir nə olur? Kx olur. İki hal oldu. Ya K sıfırdan böyük, ya da K sıfırdan kiçik. Düz bucaqlı koordinat sistemində artıq sərbəst hədd yoxdur. Hardan keçməlidir? Koordinat başlanğıcından keçməlidir uşaqlar. Koordinat başlanğıcından keçməlidir. Bu çəkdiyim Y bərabərdir Kx-in qrafikidir. Bu çəkdiyim isə Y bərabərdir nəyin? Mənfi Kx-in qrafikidir. Çünki bu artandır, bu isə azalandır. İndi sual olur belə, müəllim, bəs K'lar artdıqca sıfırdan böyük deyirəm. K'lar artdıqca qrafik ordinat oxuna yaxınlaşır yoxsa ordinat oxundan uzaqlaşır? Buna baxaq. Bu aydın sırrına siləm. O Y2 minus Y1 düsturunu yaxşı yadda saxlayın, lazım olacaq. Bax, K'lar artdıqca deyir, düzdür. Sual olunur ki, Y bərabərdir 3x-la, Y bərabərdir 6x-in fərqi. Hansı 6x-dir? Hansı 3x-dir? X-in yerinə 0 yazsam, birincisinə baxın. Y nə olur? Arada elə. Burada. X-in yerinə 1 yazsam, Y neçə olur? 3 olur. Buna baxın hələ ki. X-in yerinə 2 yazsam, Y 6 olur. 1 olanda 3 olur. Bura 1 olsun. Bura 3 olsun. Nöqtə. Burada uşaqlar. 2 versəm 6 olur. Bura 2'dir. Burada 6 olsun. Burada 6 olsun. Uşaqlar, belə bir düz xəttdir, düzdür. İndi buna baxırıq. X-in yerinə 0 verəndə Y 0. X-in yerinə 1 verəndə Y gelir 6. X-in yerinə 2 verəndə Y gelir 12. 1 yazanda 6. 1 yazanda bura 6 idi. Burada o nöqtə düzdürmü? 2 verəndə 12. Təqribən burada o nöqtə. Düzdür? Bura deyək də. Belə bir qrafik deyilmi?
koordinat başlanğıcından keçməlidir uşaqlar. Belə çıxır ki, özünüz də görürsünüzmü? Qiymət böyüdükcə qrafik ordinat oxuna yaxınlaşır. Qiymət kiçildikcə qrafik ordinat oxundan uzaqlaşır. Yəni bunu sözlə də demək olardı, amma çəkib göstərmək daha gözəldir. Yadda saxlayasıyıq. Deməli, K1 K2-dən böyükdürsə, qrafik yaxınlaşır. Bəli. Kiçildikcə yaxınlaşır, böyüdükcə, daha doğrusu kiçildikcə uzaqlaşır, böyüdükcə qrafik neyir? Sıxlaşır. Y oxuna sıxlaşır. Fikir verin. 3x budur. Y bərabərdir. Buradan görünür də 3x'dir. Bu da y bərabərdir 6x. Fikir verin. K'sı böyük olan y oxuna daha daralır. Daha yaxınlaşır. Buradan görünür olduğu hissəni. Əks istiqamətdə isə bu iş tərsinədir. Niyə? Çünki söhbət orada nədən gedəcək? Nə işarəsidir? Mənfidən. Kiçildikcə yaxınlaşacaq, böyüdükcə uzaqlaşacaq. Yəni bundan fərqi onun odur. Bir də o hissəni çəkmirəm. Özünüz başa düşdünüz ona. Uşaqlar, sıra biraz faslı edək. Xətti funksiyaları paralellik, kəsişmə, perpendikulyarlıq şərtləri var. Bunlar nədir? Üst-üstə düşmə var. Bunlara baxaq. Baxın, bilməliyik ki, əgər iki düz xətt paraleldirsə, onların K1 və K2-ləri bir-birinə bərabər olmalıdır. Əgər belədirsə, bu düz xəttlər paraleldir. Əgər K1 bərabər deyilsə K2-yə, bu düz xəttlər hər zaman kəsişirlər. Əgər K1 də K2-yə bərabərdirsə, B1 də B2-yə bərabərdirsə, həm bucaq əmsalları, həm sərbəst ədlər bərabərdirsə, bunlar üstə düşürlər. K1 vur, K2 bərabərdir. Əgər mənfi 1-dirsə, uşaqlar, bunlar necədirlər? Perpendikulyardır. Bir-birinə perpendikulyardır. Düz xəttlər bir-birinə perpendikulyardırsa, onların bucaq əmsallarının hasili həmişə mənfi 1 olmalıdır. Buna aid suallar var, daha özünüz işləyərsiniz. Məsələn, birini yazıram, 3x üstəgəl 4 ilə sizə sual olunur ki, vahid 2x çıx 6. Bunlar paraleldir, kəsişirmi? Sizcə? Kəsişir, haradan bilirik? K1, K2-si necədir? Bir-birindən fərqlidir. Deməli, bunlar bir-birindən nə edir? Kəsişirlər. Bu düz xəttlər kəsişir. Belə biləcəyik. Uşaqlar, bir də belə tipli funksiyada suallar var. Xətti funksiya bu qədər lazım olan bütün detalları bilmişəm. Özünüz işləyəcəksiniz davamını. Tutaq ki, bizə funksiyadan belə bir sual olur. X plus 1 bərabərdir 3x kvadratı plus 4x plus 8. Deyir ki, F4-ü tap. Uşaqlar, burada F4-ü tap deyəndə mən bayaq izah elədim ki, funksiyanın verilmiş qiymətini aparıb onu qarşı qoyan bir y, yəni fx axtarmalıyıq. Amma mən aparıb yerinə 4 qoyanda 4-ü tapmış olmuram, 5-i tapmış oluram. Deməli, yerinə nə qoymalıyam x-in? Bəli, 3 qoymalıyım. 3 yazsam yerinə f neçəni tapmış olaram? 4-ü tapmış olaram. Belə tipli suallar var, bunlardan istifadə edəcəksiniz. Bəs, bu sadə. Bəs, belə olsa nə edəcəyik? X plus 2 bizə deyir ki, fx bərabər sual. İndi fx'i soruşur. Qiymət sat soruşmur, fx'i soruşur. Belə olanda naraz. Neyiniz? Qaydanı deyim sizə. X plus 2-ni bərabər edirik bir dənə t-yə. Buradan x bərabərdir nə olur? T çıxılsın 2. Harada? Aldıq mı bu şərti? X, t minus 2 aldıq, düzdür. Şöyle, bunu belə bir söz yazacağım. Əvəz edirik. T'ni yenidən x-la. Yəni nə almışam? X çıx 2. Biraz doğru dinlədirəm. Əslində bunun qaydası belə deyil. Yaxşı başa düşəsiniz. Daha rahat tapasınız. Harada x var, aparıb yerinə nə qoyursan? X minus 2 qoyursan qoya. 4 vurulsun.
x minus 2'nin kvadratı üstə gəl 6 vur x minus 2 bir də üstə gəl 1. Daha bunu sadələşdirə bildik. Bunu sadələşdirdikdə aldığımız nədir? Elə fx-dir. Elə nədir? Fx-dir. Qaydanı başa düşdükmü? Ne elədim? Nəyə bərabər elədim? T'yə. Oradan ne elədim? Kimi tapdım? X-ı. Həmin o T'ni tezədən nə eləməz elədim? X-la. Bu oldu x minus 2. Aparıb T minus 2 də yaza bilərsən. T minus 2 yaz, hesabla. Aldın mı bir fx? Harada x varsa, T varsa yerine ne yazarsan? X yazarsan. Bəs. Yenə də deyirəm, bu qaydası əslində belə deyil. Sırf qayda forması var. Amma belə daha rahatdır da, daha rahat. Yaxşı test tapmaq olur, rahat tapmaq olur. Sizə uyğundur. Biraz geniş izah eləmirəm bu hissələri. Sizə lazım olan formada. İnşallah daha geniş də izah edəcəm. Növbəti siniflərdə, inşallah növbəti siniflərdə. Sonra başqa da, baxım görüm nə qaldı. Hər şey dedim uşaqlar. Rübləri dedik, hər bir şeyi dedik. Sağ olun.